Məhsul bol, keyfiyyət yüksək, alıcı isə yox. Bərdəli fermerlər deyirlər ki, bu il kələm əkini onları xərcə salıb. Bu il 2 hektara yaxın kələm əkmişəm. Vallahi belə baxanda xərci borcunu ödəmir. Hazırki durumda 18-20 qəpikdir. Biz də götürəndə bir hektara 3000-ə yaxın xərc çəkirik. Həm tonnajımız az olur, həm də ki qiymətə görə biz xərcini borcunu götürə bilmirik. Bərdə rayonunda qış əkini zamanı ən çox becərilən sahələrdən biri də kələmdir. Bir neçə il öncəyə qədər qış əkinindən yüksək gəlir əldə edən fermerlər indi becərdikləri məhsulu nə sahədən yığa, nə də yığdıqları məhsulu sata bilirlər. Əldə edilən gəlir isə çəkilən xərcdən 3 dəfə azdır. Əsas səbəbdən biri isə bazarlarda kələm məhsuluna tələbatın bu il aşağı olmasıdır. Fermerlər narahat edilən digər bir məsələ isə qiymətlə bağlıdır. Hazırda bostanüstü topdan satışı 18 qəpiyə təklif olunur ki, bu da çəkilən xərci ödəmir. Kələm bir ziyanlıqdır, heç qiymət yoxdur, 15 qəpik, 20 qəpik, 18 qəpik. Bir belə əziyyət çəkmişik, xərc çəkmişik, maya çıxmır. Xarab olur, batır, sata bilmirik, qiymət yoxdur, alıcılıq yoxdur, tələbat yoxdur. Xarab olmaması üçün sahələrdən toplanan məhsullar isə yük maşınlarına və qoşqulara yığılsa da alıcısı yoxdur. Yəni bu kələm bura getmir, xərci borcunu ödəmir. Yəni kübrádır, dərmandır. 3000 deyirlər, danışırlar belə, hektarı hardasa 3000-dən artıq xərc çıxır. Elə satanda da effekt vermir də, yəni 18 qəpiyə pul çıxacaq ki. Məsələn, deyək ki, yığırlar, bu traktor puludur, kapan puludur, ondan sonra gedir bakler puludur. Bu hamısı onun içindədir. Valla traktor fəhlə puludur, fəhlənin biri 30 manat. Fermerlər onu da iddia etdilər ki, məhsullarını nəinki paytaxtda, heç qonşu rayonların bazarlarına da çıxara bilmirlər. Yalnız rayon bazarında satışı həyata keçirilir ki, orada da məhsul olduqca aşağı qiymətə satılır. Daşqın Abdullayev, Şəhla Poladova, Xəzər xəbər.